ADA İbtidai Məktəbinin şagirdləri görkəmli yazıcı, alim və pedaqoq Mir Cəlalın 117 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etdi. Ədibin evində azyaşlılar Mir Cəlalın məşhur romanlarından səhnələri canlandırdılar. Bütün ömrümü elmə, araşdırmağa və öyrənməyə və öyrəndiklərimi şagirdlərimə və tələbələrimə öyrətməyə həsr etdim. Bütün dünyanı gəzsən belə gözəl ərşi tapa bilməzsin. Hər naxışı, hər ilməsi bir sənət əsəri. Toplantıda Mir Cəlalın ailə üzvləri, o cümlədən oğlu, ADA Universitetinin rektoru Hafiz Paşayev də iştirak edirdi. Sizi gözəl bir işə cəlb ediblər ki, Mir Cəlalın ən gözəl əsərlərindən biri olan Bir Gəncin Manifestini yaxşı səhnələşdirdiniz. Tədbirdə tarifatçısı Rüstəm Müslümovun Mir Cəlalın xatirəsinə ithaf etdiyi 1940-cı illərdə onun ssenarisi əsasında çəkilən Bir Ailə filmindən Kəklik xalq mahnısının klipinin təqdimatı da oldu. Mir Cəlalın tələbəsi, ədibin evinin həmtəsisçisi Təhsin Mütəllimov deyir ki, ustadının irsi sonsuza dək öyrəniləcək. İnsanın ikinci ömrü onun xatirələridir. Mir Cəlal belə məzmunlu, elə bəhrəli yaşayıb ki, onun xatirə ömrü qat-qat uzun olacaq. Alim kimi, yazıcı kimi, müəllim kimi 3 sahədə elə bir irs, elə bir xatirə irsi qoyub ki, neçə nəsil onu yaşadacaq. ADA İbtidai Məktəbinin müəllimi Ülviyə Nağıyeva isə deyir ki, tədbirə hazırlıq təxminən 1 ay vaxtlarını alıb. Burada da şagirdlərimiz ədəbiyyatı sevərək, oxuyaraq canlandırdılar. Şagirdlərimiz əsərin qəhrəmanlarla tanış oldular, onları sevərək bugün nümayiş etdirdilər. Qeyd edək ki, ADA İbtidai Məktəbində tədris Azərbaycan və ingilis dillərində yerli və Cambridge kurikulumuna əsasən aparılır. Bununla yanaşı şagirdlərin milli dəyərlərə bağlı yetişməsinə xüsusi diqqət yetirilir.